Rənanı biri sonra çağırıblar. Dondurma fabrikasına. Fabrika gedirik, baxacağıq, orada görəyim dondurmaları necə hazırlayırlar. Ona görə baxın. Baxın, məncə çox maraqlı olur. 100%. Ha, getdi. Getdi. Sağ olun. Geçin. Neyse, hərəli otur. Diyan yavaş. De. Bizim var şimdi. Hemen işler. Diyan herhalde. Bismillah. Nerede? Ha? Marojnan burada pişirirlər. Bir dənə baxaq. Orada bişmə sahəsidir, xammalar orada qarışdırılır. Buradan pasterizasiyaya gedir, südlər döymə olunur. Ondan sonra gedir çənlərdə dinləməyə. Orada dinləmə çənlərimiz var. Dinləmə çənlərində dinlənir, süd. Dinləmə çənlərində Dinlənir, sonra çənlərə, xətlərə verilir. İndi gedək əsas dondurma istəsək. əsas ayidir. Buyurun. Dondurma istehsalı sahəsidir bura. Bura 3-cü sahədir. Keçmə yox. Və 8-cidir, bəli, keçin. Bayaq gördüyümüz dinlənmə çənlərində süd dinlənəndən sonra bu qazanlara ötürülür. Süd qazanlarıdır bunlar. Süd qazanlarının içinə ötürülür. Bunlar da frizerlərdir. Frizerin içərisində mikserlə qarışdırılır. Borular vasitəsilə dozatorlara ötürülür. Onlar da dozatorlardır. Gəlin buradan göstərim sizə. Hər dozatordan dondurmalar tökülür. Biz bunların şəkillərinə baxırıq, görünüşlərinə baxırıq. Şoklama kamerasıdır. Şoklama kamerası. Buradan frizerlərdən gəlir dondurmalar. Gedir şoklama kamerasına. Orada temperaturları yoxlanılır da. Məsələn, şoklama kamerasının temperaturu mənfi 38 dərəcədir. Orada donur, donmuş vəziyyətdə gəlir bu tərəfdən. Yəni, donmuş vəziyyətdə buradan gəlir. Bunlar donub. Buradan gedir qablaşdırmaya, paketlənir, sonra qutulara yığılır. Qutularda paletlərə yığılır, satışa göndərilir. Əslində, Bakılı qızdan adətən şikayətlər gəlir, amma burada baxın necə olur. Yəni, dolu vəziyyətdə, çəkib atırlar, gör büzüşmüş olur, nə bilim, amma belə deyil də, yəni istehsal bu vəziyyətdə olur. Mümkün deyil ki, buradan o vəziyyətdə dondurma çıxsın. Burada keyfiyyət işçiləri olur, briqadirlər olur, həftə nəzarət olunur, yəni mümkün deyil oradan içində az olan dondurma getsin. Bilməm, saxlama şəraitində nəyəsə mağazalarda olur, deyə bilmərəm, amma belə buradan gedə bilmər. Yəni, çünki bu neçə adamdan keçir, biz özümüz də keyfiyyət işçiləri, burada yəni nəzarət edirik ki, heç bir dondurma, yəni görünüşü uyğun olmayan, çəkisi uyğun olmayan dondurma gedə bilməz. Tarixləri qeyd olunur, hər istehsal tarixi 10 aylıqdır, Bakılı qızın istehsal tarixi. Mümkün qədər normal qablaşdırılmada, paketlənmədə belə olmalıdır. Oradan da bağlanır, skoçla.
keçib paletlərə yığılır. Sonra da o tərəfdə streçlənir, göndərilir. Bu da Eskimodur, şokoladlı dondurmalarımızdır. Hal-hazırda xaricə istehsal olunur dondurmalarımız. Xarici məhsuldur. Bizdə təkcə yerli istehsal deyil, xaricə də dondurmalar istehsal edirik. Türkmenistandır, İsraildir, Belarusiya kimi ölkələrə. Buradan göstərə bilərəm, baxdan sizə gəlin. Keçin. Burada da dinləmə çənlərindən bu çənlərə ötürülür südlər. Buradan frizerlərə, frizerdən donor vasitəsilə gəlir. Burada dozatörlərdən dondurmalar şoklama kamerasına girir. O tərəfdən çıxan isə donmuş vəziyyətdə çıxanlardır o tərəfdən. Buradan boş vəziyyətdə, oradan donmuş vəziyyətdə çıxan. Gəlir orada şokolata baxır. Paketlənməyə gedir, orada paketlənir, qutulara yığılır, skoşlanır eyni qayda ilə hamısı. Burada üstüne baxa bilərəm. Bəli, bu Gürcüstanın ondan sizə dadına baxmaq istəyirsiniz, qəşəng dondurmadır yəni. Götürə bilərsiniz. Hə, o belə streçlənir, paletdə gedir. Maraqlıdır, qəşəngdir. İstəyirsən o dondurmadan da verim sənə. Yox. Mükemmel. Mükemmel. Nə qədər maroşna yedirdiniz, hə? Dondurma. 2 dəfə. Hələ yeyirlər. Bıraxsan bunlar səhərə qədər burada marojna yeyir. Aha. Vallahi istəyərdim. Türklərdə görürəm, istəyirəm. Nə? Meybuz? Hə, meyvə buz. Meyvəli buz. Hə. Meybuz. Əlləri üst. Narahat. Mən almalı olan istəyirəm. Oha, ne oldu? Ay bu. Verməsin, almalı deyil. Deyir. Hə. Çox üstünü sıxma. Çok iyi, çok şeyler yiyor. Beğenirsin. Ha. Kefkatleri mi var? O bizim Doğru, bir ha. bəsdir. Nə qədər o. Yol verməsin, yol ver. Yol ver. Meyve şurada içecek. Leyla, ha. Prosta varmamızı meyve görmemeli. Görse her saatte 40 kişi var ya çekimde. Evet. Ha, o çağırsın. Ne kadar dondurma, meybuz. Hər şey. Aşkım. Söz gedək. Çok önemli. Çok sağ ol. Gözlə, gözlə, gözlə. Hadi bağla kapını. Qapını bağlı. Bunlar bugün çıxıblar, yeni. Yeni. Teşekkür ederim kardeşlerim. Mükemmel. Nə qədər dondurma. Getdi uşaqlar. Nereye gidelim var? Dondurma nə qədər verdilər bizə, hə? Kime düşüreceğim? Nə qədər dondurma. Hələ burada yedirik. Maraqlı idi, hə? Dəhşət. Dəhşət. O dondurmalar bizə bir il bəsdir. Gündə 4. Gelen il yaya kadar. Özdə bu Hə? nə? Gelen il yaya kadar. Hə. Hə, bəsdir. Bir şey yersiz değil mi? Özdə bu Iceland gördünüz necə sələ gəlir, yaxşı. Özdə çox tez hazırlanırdı. Sərgə Tərtəmiz hər şey. Ha. So. Geriyə ver, hə? Hə. Davay. Sağ olasın. Hə. Sağ olun, sağ olun.